Salam dəyərli izləyicilər. Mən Pro İngilis Dili kanalının beynəlxalq IELTS sertifikatlı ingilis dili müəllimiyəm. Bugün sizlərlə belə bir sualın izahına baxacağıq. Choose the line of simple nouns. Sadə isimlər cərgəsini seçin. A variantına nəzər salsaq, boredom cansıxıcılıqdır mənası. Dom suffiksi ilə düzəlmiş düzəltmə isimdir. A variantını çıxdıq. B variantında friendship dostluq, ship suffiksi ilə düzəlmiş düzəltmə isimdir. B variantına çıxdıq. C variantında unemployment işsizlik, ment suffiksi ilə düzəlmiş düzəltmə isimdir. C variantında düzgün cavab deyil. D variantında distinction fərq, fərqlilik, ion suffiksi ilə düzəlmiş düzəltmə isimdir. D variantına çıxdıq. E variantında Moskva məscid sadə isimdir. Island ada sadə isimdir. Treasure xəzinə, bu da sadə isimdir. Heç bir şəkildə qəbul etməmiş sadə isimlərdir. Düzgün cavab E variantı. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 051 766 86 91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hazırlıqlarımız buraxılış, blok, magistratura, MİQ və sertifikasiya istiqamətindədir. Hansı mövzunun test izahına baxmaq istəyirsinizsə, rəy bölməsində qeyd etməyi unutmayın.